Hər gün bir digital məhsul ideyası verirəm. 3-cü gün. Digital məhsulun nə olduğunu hələ də bilməyənlər varsa aranızda, şərhdə ürək qoysunlar, onlara ödənişsiz videonu göndərim və onlar həm də 6 ən çox satış etdirən digital məhsul formulasından xəbərdar olsunlar. Yaxşı, gələk bugünkü mövzuya. Bugünkü sahə ibtidai sinif müəllimləridir. Bilirsiniz ki, artıq köhnə üsullar işləmir. Və buna görə də gənc müəllimlər hər gün düşünürlər, görəsən nə edim ki, uşaqlara daha maraqlı, daha təsirli şəkildə öyrədim. Əgər sən bu sualın cavabını bilirsənsə və bu çətinliyi yaşayan müəllimlər üçün praktik bir paket hazırlaya bilərsənsə, bu zaman məhsul sənin üçündür. Məhsul ideyası belədir. 50 maraqlı öyrətmə üsulu. Müəllimlər üçün ilham paketi. İçində nələr var? Aktiv oyunlar, qrup işləri və interaktiv tapşırıqlar, dinləmə, yazı və oxu üzrə qeyri-ənənəvi yollar, hərəkətli dərslər və kreativ sinif fəaliyyətləri. Bonus olaraq aylıq dərs planlayıcısı. Bəs yaxşı, bu sənə nə qazandıracaq? Əlbəttə ki, yenə də həm tanınacaqsan, həm də pasiv gəlir əldə edəcəksən və ən əsası öz öyrətmə enerjini başqa müəllimlərə də ötürmüş olacaqsan. Mən marafonumda bu cür məhsulların addım-addım necə yaradıldığını öyrədirəm. Sabah başqa bir sahə üçün burada olacağam. Yaz aşağıda. Səncə növbəti peşə sahəsi hansı olsun?